İnsan nəfsini islah eləməyə çalışmalıdır, şeytandan da ehtiyatlı olmalıdır. Bəli. Biz deyirik ki, insanı aldadan şeytandır. Sonra da deyirik ki, insanın nəfsidir onu aldadan. Həqiqətdə insanı azdıran nədir? Hər ikisi də səbəbdirmi? Yoxsa bunlar bir şeydirmi? Çox gözəl təşəkkür eləyirik suala görə. Cavabım bunu qeyd edək. Baxın, şeytanla nəfs ayrı-ayrı şeylərdir. Bəli, Nəfs insanın daxilindəki bəli, düşmənidir. bəli, Şeytan insanın vücudundan xaricdəki bəli. düşmənidir. Yəni həm daxili düşməni var, Həm həm xarici. xarici düşməni var. Bu cür görək. Düz. Bəs bir-birindən ayrıdır. Bir deyillər bunlar. Nəfs də ayrıdır, Şeytan şeytan da da. ayrıdır. Şeytan xarici düşməndir, nəfs daxili Sağ ol. düşməndir. Təbii ki, insanı aldatmaqda bunların hər ikisinin rolu var. Sadəcə demək olmaz ki, şeytan. Sadəcə də demək olmaz nəfs. Belə deyək ki, nəfslə şeytan birlikdə. Bəli, Və ən önəmlisi, insan nəfsini islah eləməyə çalışmalıdır, şeytandan da ehtiyatlı olmalıdır. bəli, Nəfs, baxın, yaşıl işıq yandırmayanca xarici düşmən elə də daxil ola bilmir. bəli. Əsas o daxildəkidir. Onu gərək daha çox islah eləməyə çalışaq. Nəfsi islah elədiyi zaman insan xarici düşmənin qarşısında yaxşı möhkəm dura bilir. Bəli, Onunla mübarizə apara bilir. bəli. Görsən ən azından bir saat da olsa müqavimət göstərə bilir. Məsələn deyirəm bir saat, Bəli, müəyyən miqdar. Amma nəfsin islahı çox önəmlidir. Amma nəfs elə əvvəldən yaşıl işıq yandırdığı zaman şeytana da artıq xarici düşmən daxil olur. bəli. Qapılar açıqdır, rahat gəlir. Düz. Bəs ikisi birlikdə. Hı hı. Amma nəfsi islah eləmək çox-çox önəmlidir. Bəli, Nəfs islah olmayanda şeytan rahat daxil ola bilir. Nəfsi insan tərbiyə elədiyi zaman şeytan çətinliklə daxil ola bəli, bilir. bəli. Çətinliklə insana təsir göstərə bilir. Bu çox önəmlidir. Bəli. Bəs həm xarici düşmən, həm daxili düşmən var. Bunların ikisi də insanın alladılmasında rol oynayırlar. Bəli. İnsan amma daxili düşməni ram eləməlidir ki, Bəli. xarici düşmən daxil ola bilməsin.